Bugün təvəssülümüz ən təvazökar adamlardan birinədir. Hüseynin qabağında ən çox kiçilən adamlardan birinə. Birinin adını çəkdim Həzrət Əbəlfəz, birinin də adını çəkim. Onun adını hamınız sevirsiniz, onun adına hamımız fəda olaq. O Həzrət Zeynəbdir. Xanım Zeynəb salamullahi aleyha. Onun əzəmətinə bax, nə boyda əzəməti var. Və bu əzəmətin mənşəyi nədir? Bütün bu əzəməti ilə İmam Hüseyin qabağında son dərəcədə çox təvazökardır. Zeynəbin əzəmətinin dəlillərindən birini deyim ki, Zeynəb niyə bu qədər əzəmətlidir? Xanım Zeynəb. Ona görə bu qədər əzəmətlidir, bir səbəbi budur ki, Allah bəyəm hər adamın əli ilə dinini saxlayar. Allah öz dinini hər adamın əli ilə saxlayar. Kərbəlada tökülən qanların hamısı hədər olacaqdı Zeynəb olmasaydı. Gör Zeynəb kimdir ki, İslam dinini, Quranın 114 surəsini qorumaqda onun rolu İmam Hüseynindən yan-yanadır. İki sütunu var Kərbəlanın, biri İmam Hüseyindir, biri Həzrət Zeynəbdir. Bu göstərir ki, Həzrət Zeynəb nə qədər əzəmətlidir. Kərbəlanın sütunudur, çox böyük məqam sahibidir. O qədər böyüdür ki, İmam Hüseyin döyüşə gedəndə xanım Zeynəbə deyir ki, məni dualarında yaddan çıxartma. Məsum, deyir, dualarıma möhtacam. Atası elə belə ad qoymamışdı. İmamların ad qoymağına da elə adi baxmayaq ki, adi bir işdir. Adını Zeynəb qoymuşdu, yəni atasının zinəti. Atasının bəzəyidir, zinətidir. Peyğəmbər bilirsiniz kimə deyirdi? Həzrət Əliyə deyirdi. Həzrət Peyğəmbər deyirdi ki, Əli mənim zinətimdir. Zeynəb də Əlinin zinətidir. Əli Zeynəblə fəxr edir, o ilə iftixar edir. Küfəllər çox namərdlik eləmişdilər Həzrət Əliyə qarşı. Ürəyinə o qədər dağ çəkmişdilər. Əli hər sözü deyə bilmirdi küfəllərə. Xanım Zeynəb Əlinin əvəzindən danışdı küfədə. Dedi, atan narahat olma. Ürəyində saxladığın, ürəyi partladan sözləri indi mən deyəcəm. İndi mən deyəcəm bu namərdlərə. Danışdı. Onda küfəllər ayıldı ki, Əli bunu demək istəyirmiş. Zeynəbin dili ilə Əli danışırdı küfədə. Başladılar ağlamağa. Ağlamağa başlayanda baxdı, dedi ki, ağlayın, heç gözünüzün yaşı qurumaz. Heç gözünüzün yaşı qurumaz. Dərs verdi onlara. Əlinin ürəyində qalan sözləri ki, o quyulara dediyi sözləri, onun bir hissəsini Zeynəb küfədə onların üzünə dedi. Bu əzəməti ilə necə təvazökar idi? İmam Hüseynin müqabilində torpaq idi. Uşaqlarını göndərdi, gedin icazə alın döyüşə getməyə. Gəldilər, ağaya icazə istədilər, 2 oğlu var idi orada. Ağa icazə vermədi. Ağlamırsınız da ağlamayın, yəni elə oturub dinlə söz ürəyinizdə də yansız xanım Zeynəbə bəsdir. Yəni, bu bir öhdəlik deyil. Düzdür, göz yaşının dəyəri çoxdur. Ürək yansa çoxdur. Amma yansa gözdən yaş gəlməsə də elə öz işini görəcək. Həzrət Zeynəbin adı belədir. Gəldilər ki, İmam Hüseyin ağaya icazə ver gedək. İmam icazə vermədi. Gəldilər, ana icazə vermir. Dedi, mən bilirəm onun ürəyini necə ələ alarsınız. Anası Fatiməyə and verin. Anası Fatiməyə and verin, razılaşacaq. Gəldilər, and verdilər, ağa icazə verdi. Getdilər döyüşə. Birazdan sonra cənazələri gəldi. Bütün cənazələr gələndə Zeynəb çıxıb ağlayırdı bütün şəhidlərə. Ağlamasa da ki, ağlamamağın da dəlili var idi. Gəlirdi, baş çəkirdi bütün şəhidlərə. İndi dedilər, Zeynəb oğlanların cənazəsi gəlib. Görürsən Zeynəbin əzəmətinin sirri nədir? İmam qabağında bu qədər təvazökarlığı. Çıx balaların cənazəsi gəlib. Xeymədən bayıra çıxmadı. Dedi, and olsun Allaha, addım qapıdan kənara qoymaram. Buyurdu, xanə-i səbri bilün yıxan deyiləm. Min oğlum ölsə də mən xeymədən çıxan deyiləm. 1000 dənə də oğlum ölsə xeymədən bayıra ayaq qoymaram. Sonra üzün tutdu Allaha, Allahla münazat elədi. Nisbət-i lütfü və naçiz idi neynim olanım. Sən riza ol, vəli mən çöldə oğulsuz dolanım.
Dedi ki, sənin lütfün müqabilində azdır. Olanım budur. 2 dənə oğlum. Neyniyim? Əsas sən razı ol, qoy mən çöllərdə oğulsuz, uşaqsız gəzim. Zeynəbə nə fərqi var? Əsas sən razı ol. Abdullah ibn Cəfər, bilmirəm, səhv elədi, düz elədi, onun həyat yoldaşı. Yazırlar, Mədinədə soruşdu ki, Zeynəb, eşitmişəm balalarımızın cənazəsi gələndə çadırdan çölə çıxmamısan. Bəlkə nəsə inciliyin var idi. Deyir, çox yandırdı bu söz. Başını aşağı saldı, dedi, qorxdum Hüseyin mənə təşəkkür eləyər. Qorxdum Hüseyin mənə deyər ki, bacı təşəkkür eləyirəm, çox sağ ol. Mən xəcalətdən ölərdim, Hüseyin mənə minnətdar olsaydı. Nəyim var İmam Hüseynə fəda olsun? Bu balalarım mənim əvəzimdən fəda oldular. Mənim eləyə bilmədiyimi elədilər. Kaş mən qurban gedərdim. Necə xanım Zəhra dolandı əlinin başına. Ruhi li ruhi kəl fəda və nəfsi li nəfsi kəl viqa ya Əbəl Həsən. Dedi, Əli, sən deyən kənarda mən canımı sipər eləyəcəm. Başvura dolanım, Əli. Başvura dolanım. Qoy sənə gələn ağrılar mənə gəlsin. Necə canını fəda elədi, imamını qorudu. Zeynəb də İmam Hüseynin başına dolandı. Amma ikisi də o qədər təvazökardı. Xanım Zəhra o qədər təvazökardı. Dedi, Əli, məni gecə dəfn elə, heç qəbrimi tanımasınlar. Qoy qəbrim də gizli qalsın. Zeynəbin də qəbri dəqiq bilinmədi, heç hardadır. Xanım Zeynəb salamullah aleyhanım. Bu əzəmətə çatmaq üçün çox müsibətlər gördü. Adı oldu Ummul Məsaib, müsibətlər anası. Və müsibətinin böyüklüyü bilirsiniz nə idi? Bu qəmi ürəyində gizlətməli idi. Ağlamağı qadağan eləmişdi İmam Hüseyin. Vəsiyyətində demişdi. Qadağan eləmişdi bu şəkildə yox. Bacısına demişdi, bacı ağlama məndən sonra. Keçən ildə bunu demişəm. Əli gəlir Fatimə can verəndə başının üstünə, görür xanım Zəhra can verir. Elə hala düşür ki, ürəyi ağzına gəlir. Fatimə görür ki, Əli az qalır ürəyi partlasın Zəhranın qəmində. Hətta yazırlar ki, Allah təzdən dünyaya qaytardı onu. Bəzi yerlərdə belə yazırlar ki, gördü Əlinin ürəyi partlayır. Və xanım Zəhra Həzrət Əliyə baxdı, dedi, İbkili və bikilil yatama. Əli, ağla mənə, ağla yetimlərimə. Ağla ürəyim boşalsın ki, bu qəm səni öldürməsin. Əliyə belə deyirdi xanım Fatimə Zəhra salamullah aleyh. Amma Hüseyin deyir Zeynəbə ki, bacı ağlama. Nə müsibət görsən də ağlama. Ağlama. Düşmənlər səni ağlayan görməsin. İndi bu qədər dağ görür, sinəsinə dağ çəkilir, ağlamaq da olmaz. Çox çətindir. Bir neçə yerdə ağlayıb, dözə bilməyib ağlayıb. Amma yol boyu özünü saxlayıb, özünü aram saxlayıb. Əsrlər, özə bilirsiniz, İmam Hüseyni çox istəyən adamı. Bilirsiniz, gəlin köçən gün həyat yoldaşına şərt qoydu. Dedi, bircə şərtim var. Haçan ürəyim istədi Hüseyni görməliyəm. Mən onsuz yaşaya bilmirəm. Hər gündə olsa onu görməliyəm. Uşaqlığından deyir, İmam Hüseyin addımını hara qoyurdu. Hətta bəzən əyilib ayağının torpağını öpürdü. Belə bir bacı, belə bir qardaşın başının bədənindən ayrılmasını görsün, desinlər ağlama. Qəmi içində çək, ürəyində çək. Belə bir vəziyyətdə. Ona görə əsrlər azad olunanda İmam Səccad dedi ki, bibi azadıq, bizi azad buraxdılar. Dedi, qardaşımın balası, ay Hüseynimin yadigarı, get bir yer tap, oturaq doyunca ağlayaq Hüseynə. Ürəyim elə dolub, ürəyim elə yanır. Deyir, gəldi, məclis təşkil elədi. Əzadarlıq məclisi. Neçə günün qəmidir, Zeynəbin ürəyini dağlayır. Deyirlər, elə yana-yana ağladı. Hüseyin vay dedi, ağladı. Bir neçə qadın göndərmişdilər, qırmızı paltarda ki, getsinlər bayram libasında, Zeynəbə dağ çəksinlər. Yazırlar, Zeynəbin nalələrinin təsirindən onlar da səsini qoşdular xanım Zeynəbin səsinə. Onların da ürəyinə təsir qoydu. İndi bu bacı təllin üstündən baxır, qardaşının başını kəsirlər. Necə dözsün Zeynəb? Mən danışmıram, Aşura gününün sözləridir. Amma gəldi, cənazələrin arasında gəzir, İmam Hüseyin şəhid olandan sonra qardaşının cənazəsini axtarır.
Neçə dənə kəramət görsənib. Biri də budur ki, Hüseynin cənazəsindən burada səs gəldi. Çünki bildi Zeynəbin ürəyi partlayar. Ondan görüşməyib getsə, əsirləri aparırlar. Dedi, bacı gəl, mən sənin Hüseynünəm. Gəldi İmam Hüseynin başsız bədənini görəndə birinci sözü bu oldu. Əntə əxi, sən mənim qardaşımsan. Sən mənim qardaşım Hüseynsən. Ondan sonra baxdı. Dedi, yox, mənim qardaşım düşmənə arxa çevirməyib, ona arxa tərəfdən yara vursunlar. Elə ki, şair yazır, elə ki, arxası üstə döndərdi. Dedi, Hüseyin, bu ox vuranın əlləri düşsün biləyindən. Hansı ürəyin qanı çıxıbdı kürəyindən. Elə ağladı ki, hamını ağlatdı xanım Zeynəb. Kufəyə daxil oldu, gördü ki, cəmaat bayram eləyir. Qəmin qüssənin içində qızın dərdi olanda anası ilə dərdləşər, üzün dolandırdı Mədinə səmtinə deyir. Dedi ki, yaman günümdür nənə, xarici deyirlər Hüseynə. Ana, ya Zəhra, gəl gör Hüseynimin başını niziyə vurub dindən çıxmış elan eləyiblər. Deyirlər Hüseyn kafirdir, nəuzubillah. Deyib, baxır o nizədə olan başa, gördü hər yandan daş yağdırırlar. Daş başa dəyəndə, dedi, Hüseyin, bax gör nə namərd adamlara qonaq gəlmirsən. Səni qonaq çağıranlar indi hər tərəfdən daş atırlar. Və bu qəm Zeynəbi öldürdü. Sözümü bitirirəm. Axırda deyir, can verən məqamda neçə balası, neçə qardaşı olan xanım Zeynəb tənha can verir, gözü qalıb qapıda. Dillər gördülər, əlini qoyub ürəyinin başına. Gəldilər, qüsul verəndə əllərin ayırsınlar, gördülər Hüseynin o qanlı köynəyin basıb ürəyinin başına. Axır nəfəsində də ya Hüseyn deyə Zeynəb dünyadan getdi, dünya ilə vidalaşdı. Əla lənətullah ələl qavmiz zalimin, la havlə və la quvvətə illa billah əl-aliyyil azim.